Bakı Avrasiya Universitetində Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriya ilə əməkdaşlığın gücləndirilməsi və 2026-cı il üzrə birgə fəaliyyət istiqamətlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. 27 aprel 2026-cı il tarixində universitetin konferans salonunda keçirilən görüşdə Bakı Avrasiya Universitetinin rektoru Dosent Siyavuş Qasımov, Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və hər iki qurumun nümayəndələri iştirak ediblər. Görüşün əsas məqsədi əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, tələbələrin yumşaq bacarıqlarının inkişafı, məzunların məşğulluq imkanlarının artırılması, eləcə də 2026-cı il üçün nəzərdə tutulan birgə layihələr və əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparmaq olub. Tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin rektoru Dosent Siyavuş Qasımov Milli Observatoriyanın əməkdaşlığın universitet üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, müasir dövrdə ali təhsilin əsas vəzifələrindən biri nəzəri biliklərin verilməsi ilə yanaşı, tələbələrdə əmək bazarının real tələblərinə uyğun yumşaq bacarıqların formalaşdırılması və inkişaf etdirilməsidir. Bu baxımdan Milli Observatoriya ilə qurulan əməkdaşlığın tələbələrin peşəkar inkişafına və məzunların əmək bazarına adaptasiyasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli çıxışında ali təhsil müəssisələri ilə əməkdaşlığın əmək bazarının analitik qiymətləndirilməsi və müasir tələblərə uyğun kadr hazırlığı baxımından əhəmiyyətini vurğulayıb. Görüş zamanı tərəflər ali məktəb məzunlarının məşğulluq səviyyəsinin təhlili, əmək bazarının dinamikasına uyğun kadr potensialının artırılması, qarşılıqlı təcrübə mübadiləsi və innovativ layihələrin icrası barədə ətraflı müzakirələr aparıblar.